Müsəlmanın Qalası kitabında səhər və axşam zikirlərini davam etdirir və bu zikirlərdən biri də Əbu Məlik Əl-Əş'ər radiyallahu anhudan gələn rəvayətdir. Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur. İlə asbaha ahadukum fəliyəqul asbahna və asbahal mulku lillahi rabbil aləmin. Allahümme inni əsəluka xeyrə hədəl yevmi fəthahu və nasrahu və nurahu və barakatahu və huda və əuzu bikə min şərri mə fihi və şərri mə ba'də thumma idə əmsə fəliyəqul mislə dəlik. Deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm sizdən biri sabahladığı zaman belə desin. Asbahna və asbahal mulku lillahi rabbil aləmin. Səhərə çıxdıq, hökmdə aləmlərin Rəbbi Allahın olaraq səhərə çıxdı. Yəni biz sabahladıq və mülk də Allahın, aləmlərin Rəbbi olan Allahın olaraq sabahladı. Allahümme inni əsəluka xeyrə hədəl yevm. Allahın bu günün xeyrini, qələbəsini, zəfərini, nurunu, bərəkətini və hidayətini diləyirəm. Fəthahu və nasrahu və nurahu və barakatahu və hudah və əuzu bikə min şərri mə fihi və ondakı şərdən və ondan sonraki şərdən sənə sığınıram və şərri mə ba'dahu və axşam olduğu zaman da belə deyir, sadəcə orada asbahanın yerinə əmsə deyir. Bu hədisi Abu Davud rahimehullah gətirmişdir və həmçinin Nəvavi rahimehullah deyir ki, Abu Davud rahimehullah bir isnadla gətirib, onu zəifləşdirməyib. Ləm yuaqib aleyhi fi sunan hinə məxracahu və gətirdiyi zaman heç bir söz deməyib bu haqda. Və Şeyx Alban rahimehullah İraqidə deyir ki, isnadı yaxşıdır və Şeyx Alban rahimehullah bəzi kitablarında da həsənləşdirmişdir. Və həmçinin Şuayb Əl-Arnaut rahimehullah və Abdülqadir Əl-Arnaut həsənləşdirib. Və bu hədisdə keçən Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, İdə asbaha ahadukum, yəni sizdən biri sabahladığı zaman, səhərə girdiyi zaman, və biz bildik ki, səhərə girmək, yəni fəcrin doğmasıdır. Fəcrin doğması artıq səhər daxil olur. Yəni sübh namazının vaxtının girdiyi vaxt artıq fəcr olur və o artıq səhər daxil olmuş olur. Və bu zikri də gün doğana qədər deməsi daha yaxşıdır. Fəliyəqul asbahna və asbahal mulku lillahi rabbil aləmin. Desin ki, biz səhərə çıxdıq və mülk də aləmlərin Rəbbinin olduğu halda səhərə çıxdı. Yəni bu cümlə haqqında bundan öncə də danışılmışdır və burada ehtimal var ki, məna asbahna halə kunu mulk qad asbaha li rabbi və xaliqihi. Yəni bütün mülk Rəbbinin və xaliqinin olduğu halda səhərə çıxdı. Və yuhtəmələn yəkuna mə'nə asbahna lillah və həmçinin buradakı məna biz asbahna lillahi, asbahna, yəni biz Allah üçün Allahın mülkü olduğumuz halda səhərə çıxdıq. Yəni biz Allahın mülkü olduğumuz halda səhərə çıxdıq. Yəni biz Allahın qullarıyıq, Allahın mülküyük və bütün mülk Allaha məxsusdur. Və bu da bəndə tərəfindən bir etirafdır ki, o Allahın quludur, Allahın mülküdür və bütün mülk Allaha məxsusdur və hər səhərdə
bunu öz nəfsinə xatırladır. Asbahna və asbahal mulku lillah. Yəni biz Allahın mülkü olduğumuz halda, Allahın qulu olduğumuz halda səhərə çıxdıq. Yəni hər səhər və axşam nəfsinə bunu xatırladır, özünə. Və qəlbi Rəbbinə və öz ağasına bağlanır. Və ibadətlə ona yönəlir. Və qəlbi hər hansı bir məxluqa yönəlmir. Məxluq üçün sözünü gözəlləşdirmir, əməlini gözəlləşdirmir və yaxud ona ümid bəsləmir, ondan qorxmur. Və yaxud da buna oxşar digər arzular və ümidlərini məxluqa bağlamır. Onun, yəni bu sözləri deyən insanın qəlbi ilə, bütövlüyü ilə yönəlməsi onu yaradan Rəbbinə tərəf olur, hər səhər və axşam. Əgər insan bu halda olarsa, onun ixlası tam olar. Və elə bir halda olar ki, Allahla bağlılığı güclü olar, Allaha yönələr və muraqabanı əldə edər. Muraqaba odur ki, insan özünü Allahın nəzarətində hiss etməsi, Allah qatında olana ümid bəsləməsi, ondan qorxması və ondan ücb ortaya çıxmır. Yəni özündən razılıq, özünü bəyənməsi, özü ilə xoşhal olması və öz gücünə, qüvvətinə arxayın olması, bu kimi şeylər ondan çıxmır. Və həmçinin hər hansı bir məxluqa da güvənmir, etimad etmir. Onun təvəkkülü, etimadı yalnız Rəbbinədir. Asbahna və asbahal mulku lillahi rabbil aləmin. Biz Allahın mülkü olduğumuz halda səhərə çıxdıq. Aləmlərin Rəbbi olan Allahın. Yəni Allah Teala mə'luhdur, mə'buddur, ibadətə layiq olan odur. O seyyiddir, ağadır, malikdir, murabbidir və bütün məxluqatını idarə edəndir. Və sonra deyir ki, Allahummə, Allahummə ya Allah deməkdir. İnni əsəlükə xeyrə hədəl yevm. Mən səndən bu günün xeyrini istəyirəm. Yəni bu gündə olan xeyirlərdən, hansı ki sən onu təqdir etmişsən. Və bu gündə olan dini və yaxud dünyavi xeyirləri əldə etməyi səndən istəyirəm. Və ona görə burada xeyir deyildi, gəldiyi zaman hər hansı bir xeyir qeyd olunmadı. Və buna görə də açıq vəziyyətdə qalır bütün xeyirləri. Biqavlihi və fəssərəhu biqavlihi və bundan sonra o xeyirlər bir-bir zikr olunur. Fəthəhu, yəni bu günün fəthini, zəfərini. Yəni, mə yəhsulu fihi minəl fəth fil ilm. Yəni, fəth açılmaq sözündən götürülüb. Yəni, elmdə insanın fəth etməsi, yəni ona elmlərin açılmasını və hidayətlər, ruzi, rəhmət, hamısı bura daxildir. Mə yəftəhilləhu linnəsi min rəhmətin fələ mumsikə ləhə. Fatır surəsi 2-ci ayədə Allah Teala buyurur. Allah Teala insanlara hər hansı bir rəhməti fəth etdi, yəni açdığı zaman heç kəs bunun qarşısını ala bilməz, saxlaya bilməz. Yəni Allah Teala'nın qulları üçün açdığı xeyirlərdir, sevinclər, hidayətlər, ruzilər bura daxildir. İnsan bunların hamısını Rəbbindən istəyir və bununla Rəbbinə yönəlir. Və həmçinin nasrahu,
yardımı, həmçinin qələbə mənasında verə bilir. Bütün bu gələn sözlər bu gündə olan xeyirlərin izahıdır. Fəthini, nasrahu, qələbəsini, yardımını istəyirəm. Yəni, əl-qələbə əl-ədə, düşmənlərə qalib gəlməyi. Və nurahu, və bugünün nurunu səndən istəyirəm. Və hidayətə də nur deyilir və səhih elmə də nur deyilir. Və deyilir ki, filan sözün üzərində, kəlamın üzərində nur var idi. Filan kəsin danışığının, sözünün üzərində nur var idi. Deməli, kəlamın, danışığın üzərində nur ola bilir. Allahu nuru səməvati vəl ard, məsəlu nurihi. Allah Teala göylərin və yerin nurudur, onun nurunun misalı. Və cümhur belə izah vermişlər ki, mömin bəndəsinin qəlbini hidayət etməsi. Yəni, Allah Teala nurunun misalı, yəni mömin bəndəsinin qəlbini hidayət etməsidir. Hidayətə də həmçinin nur deyilir. Və bunun da qarşılığı zülmətdir, qaranlıqdır. Allah Teala kafirlərin hallarını və onların əməllərini və qəlblərini zülmətlərə, qaranlıqlara bənzətmişdir. Necə ki, bu arada Nur surəsində keçən misalda da keçir. Və Bəqərə surəsində Allah Teala buyurur, Allahun valiyyullezine amenu yukhricuhum minez-zulumati ilen-nur. Allah Teala iman gətirənlərin vəlisidir, dostudur. Onları zülmətlərdən nura çıxardır. Cəhalət zülmətindən, zəlalət zülmətindən, küfür zülmətindən elm nuruna, hidayət nuruna və iman nuruna çıxardır. Yəni, cəhalət zülmətindən elm nuruna, zəlalət zülmətindən hidayət nuruna və küfür zülmətindən isə iman nuruna çıxardır. Və bugünün nuru elm və iman nurudur. Və bütün bunların hamısı da Allaha itaətə daxildir və Rasuluna itaətə və Allah Teala'nın sevdiyi işlərə müvəffəq olmaq bura daxildir. Və barakətəhu, və bugünün bərəkətini səndən istəyirəm. Və bərəkət də nədir? Bərəkət xeyrin bol və daim olmasıdır, çoxalmasıdır. Və bura daxil ola bilər halal ruzi, pak ruzi, yəni məsələ bir şeyin çoxluğunda deyildir. Meyar bərəkətdir. Yəni, bəzi insanların qazancı, yəni sayı baxımından az olur. Lakin mübarəkdir. Öz ehtiyaclarına çatır və onu əhatə edən ehtiyaclara çatır və həmçinin digər həyatda tələb olunan işlər üçün də kifayət edir. Amma başqa birisi isə qazancı ondan qat-qat artıqdır, ona kifayət eləmir. Və bu da müşahidə olunan bir şeydir. Yəni, bəzən insana çoxlu mal gəlir, sonra özü də hiss etmədən bu malın necə getdiyini bilmir, hiss etmir. Və əldə etdiyi, aldığı bir şey də yoxdur. Yəni, çoxlu mal əldə edib, mal hiss etmədən yoxa çıxıb və görünəcək bir şey də yoxdur. Yəni, gözlə görünəcək bir şey də almayıb. Lakin malın hamısı işlənib. Yəni, gözünün qarşısında bunlar özü də hiss etmədən uçub yoxa çıxıb. Deməli, meyar
bərəkətdir, çoxluq deyildir. Və həmçinin bugünün bərəkəti deyildiyi zaman vaxtın da bərəkəti nəzərdə tutula bilər. Çünki vaxt özü həyatdır, vaxt ömürdür. Bəzən insanın günü keçir, lakin necə keçdiyini bilmir. Və orada böyük bir əməl həyata keçirmir. Əgər Allah Teala insanın vaxtına bərəkət verərsə və o bir çox şeyləri günündə yerinə yetirər, həyata keçirər, istəyir elm baxımından olsun, istəyir ibadət, əməl baxımından olsun və yaxud da digər dünyavi işləri yerinə yetirmək baxımından olsun. Və şək yoxdur ki, vaxtlar içərisində də ən mübarək, ən bərəkətli vaxt, günün ən bərəkətli hissəsi günün əvvəlidir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur ki, Allahümmə bərik li ümməti fi bukurihə. Yəni, Allahım ümmətim üçün erkən vaxtına, günün ilk vaxtına bərəkət ver. Əgər müsəlman günün bu vaxtından, erkən vaxtından, yəni sübh namazından sonraki o vaxtdan istifadə edərsə, artıq bununla böyük bərəkət əldə edər və o günün də yerdə qalan hissəsini də bərəkətli keçirməsinə səbəb olar və həmçinin insan vaxtında da bərəkəti hiss edər. Və eyni zamanda bura daxildir insana elmdən məlumatların açılması, çox əziyyət çəkmədən və həmçinin sürətli əzbərin hasil olması və həmçinin çox əziyyət çəkmədən çoxlu elmləri əldə etməsi və bu da elmdə olan bərəkət sayılır. Yəni, bərəkət mövzusu bir çox sahələrə aiddir, yəni müəyyən bir şeyə tək aid deyil. Yəni, bərəkət məfhumu daha genişdir. Yəni, bu günün bərəkətini insan istəmiş olur bu duada. Və hudah, və bu günün hidayətini istəyirəm. Və hidayət insan üçün hasil olan haqqa müvəffəq olması, haqqı bilməsi, ona sarılması, ona riayət etməsidir və əməl etməsidir və onun üzərində sabit qalmasıdır. Və bütün bunlar hamısı hidayət sayılır. Yəni, insan haqqı bilərsə, bu hidayətdir. Və əmələ müvəffəq olarsa, bu da hidayətdir. Çünki insanlardan elələr vardır ki, müvəffəq olmur. Və həmçinin insanın əməllərdən daha əfsəlini bilməsi, yəni vacib olmayan əməllər içərisində, məsələn, nafilələr var, onlar nafilələr, əlavə əməllər çoxdur. Və onların içərisindən daha yaxşısını bilməlidir ki, onunla məşğul olsun. Çünki ömür qısadır, əməllər də çoxdur. Və bəzən insan savabı, fəziləti aşağı olan əməllə məşğul olur, daha əfsəlini ötürür. Deməli, insanın əməllər içərisində daha əfzəl olana, daha üstün olana müvəffəq olması, bu da hidayətdir. Və həmçinin ölən günə qədər bunun üzərində sabit qalması, bu da hidayətdir. Yəni, bütün bunlar hamısı hidayətə daxildir. Və sonra duanın sonunda keçir ki, وَأَعُوذُ بِكَ مِنْ شَرِّ مَا فِيهِ. Yəni, bu gün içərisində olan şərlərdən sənə sığınıram. Deməli, birinci, orada olan xeyirləri istəyir və sonra şərlərdən, bütün şərləri əhatə edir. Həm dini şərlərdən, dünyavi şərlərdən Allaha sığınmış olur. Dini şərlər, yəni zəlalətdir, insana azması, şübhələrdir. Dünyavi şərlər isə insana üz verən bəlalardır, xəstəliklərdir, bədəninə, malına, evladına, ailəsinə üz verən bəla və xəstəliklər bura daxildir.
və əuzu bikə min şərri mə fihi. Bu gündə olan şərlərdən sənə sığınıram. Amma çox vaxt bunu oxuyur, amma bu mənaları düşünmürük. Və həmçinin insan və cinlərdən olan şeytanlarla bağlı olan şərlərdən də Allaha sığınmış olur. Çünki bunlar da şərlərdir. Və şərri mə bə'də və həmçinin və bundan sonra olan şərlərdən. Həm bu gündə olan və bundan sonra olan şərlərdən sənə sığınıram. Və sonra deyir ki, axşam olduğu zaman eynisini desin. Yəni, axşam belə deyir, asbahanın əvəzinə deyir ki, əmseynə və əmsəl mulku lillahi rabbil aləmin deyir. Sonra da Allahümme inni əsəlkə xeyrə hədəl məsə ya da əl-leyl. Yəni, bu axşam və yaxud da bu gecənin xeyrini səndən istəyirəm. Fathahu və nəsrə və nurahu və bərəkətə və hudə və əuzu bikə min şərri mə fihi və şərri mə bə'dəhu. Sadəcə bu sözlər dəyişir. Və elm əhli bəzi deyir ki, leylə, həzihi leylə, məsə yox, leylə. Yəni, bu gecənin fəthəhə və nasrəhə və nurəhə və bərəkətə və hudəhə və əuzu bikə min şərri mə fiyhə və şərri mə bə'dəhə. Bu hədisin də faydalarını götürək. Yəni, fəthdir, yəni zəfər, qələbə, nur, bərəkət və hidayət və bundan başqaları da bir ruzi sayılır. Allah Teala bu ruzini özünə yönələn kimsəyə yönəldir. Əgər istəyində, duasında ixlaslı olarsa. Deməli, bu duanı deməkdən də deməyə fərq vardır. Və bu zikri səhər və axşam deməyə həvəsləndirmək və bu da ona işarədir ki, ağıllı müsəlman səhər vaxtını boş keçirməməli, yatmaqla və yaxud da qəflətdə keçirməməli və bu elə bir vaxtdır ki, bu vaxtı ruzilər bölünür. Ruzilərin bölündüyü bir vaxtdır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm sözlə keçdi ki, yəni bu vaxtda ümmətim üçün bərəkət ver. Və həmçinin faydalardan, yəni kim gününün əvvəlinin yüyənini zikirlə və dua ilə tutarsa, günün yerdə qalan hissəsi onun üçün salamat olar. Və həmçinin gecəsi. Və bəzilər demişdir ki, sənin günün sənin dəvən kimidir. Əgər onun əvvəlini tutsan, axırı sənə tabi olar. İbn Məsud radiyallahu anhu duha vaxtına qədər zikr edərdi. Fəcr namazından duha vaxtına qədər zikr edər və deyərdi ki, Elhamdülillahilləzi əqalənə yevmənə hədə və ləm yuhliknə bizunubinə. Bu günümüzdə də bizə möhlət verən Allah həmdə layiqdir. O bizi günahlarımıza görə həlak etmədi. Və həmçinin faydalardan bərəkət hamısı Allaha aiddir, Allahdandır. Bir hədisdə də gəlir ki, Əl-barakatu minallah. Bərəkət Allahdandır. Və həmçinin digər hədisdə gəlir ki, وَكِلْتَ يَدَيْ رَبِّ يَمِنْ مُبَارَكَ. Və Rəbbimin hər iki əli sağdır, yəni mübarəkdir. Yəni bərəkətin də həqiqəti xeyrin çox olması, davamlı olmasıdır.